psixoloji aparatlarla, o möcüzəvi dediyim aparatlarda, bax bu qırmızı rənglər nə deməkdir? Çox zaman valideynlər gəlir soruşur. Gəldim görüm öz başıma, övladımın başına baxım, görüm başı qırmızı çıxacaqmı? Qırmızı, bax burada gördüyünüz bu qırmızı rəng bu cədvəldəki qırmızı başla eynidir. Yəni bir uşağın başı qırmızı çıxırsa, beyindəki olan siqnalların anormal işləməsi ilə bağlıdır. Hər şey başında xaotik şəkildə cərəyan edir. O hərfləri öyrənəndə də çox çətinlik çəkir, bu ona diqqət yayınıqlığı verir, bu ona disleksiya, öyrənmə çətinliyi verir və uşaq ətrafında olan hadisələri daha gec qavrayır, daha çətinliklə qavrayır. Bax bunları aparat terapiyası ilə bu qırmızıları gözəl, səliqəli, sxemalı birbaşa siqnallarını açıb nizamlaya bilirik. Bu aparatlar sadəcə bizə kömək edir ki, beyin amplitudda hüceyrələrinin, sinir hüceyrələrinin sinaps dediyimiz aralarında yol var ki, bu yolda həmin siqnalların normal amplitudanın işlənməsinə kömək edirik. Onun üçün də əgər övladımızda öyrənmə çətinliyi, disleksiya, yaddaş zəifliyi bu kimi problemlərlə üzləşirsinizsə, psixoloji aparatlar çox gözəl fayda verir. Həm qalıcı, həm daha tez nəticə olur. Amma unutmayaq, bunu təkcə aparat deyil, bərabərində psixoloq dəstəyi ilə çox gözəl nəticələr əldə edirik.